Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyasında qarşıya qoyulan məqsədlərdən biri də ölkənin ali təhsil müəssisələrində təhsil alan və seçilən tələbələrə xüsusi şəraitin yaradılması idi. Nazirlik bu məqsədlə artıq 4-cü ildir ki, Sabah layihəsini uğurla davam etdirir. Sabah tələbələrə yaxşı mühit, geniş dünya görüşü, əhatəli analitik qabiliyyətə yiyələnmək, rəqabət bacarığını qazanmaq, ümumiləşdirsək, yüksək təhsil əldə etmək üçün dəstəkdir. Sabaha üzv olmaq üçün ilkin növbədə www.sabah.edu.az-da qeydiyyatdan keçmək lazımdır. Sabaha qəbul olmaq istəyən tələbənin akademik balı 61-dən yuxarı olmalıdır. Heç bir akademik borcu olmamalıdır. İngilis dili və məntiq imtahanı verməlidir. Müsahibə mərhələsindən keçməlidir. Sabahın layihəsinin əsas məqsədi xüsusi təhsil mühiti yaratmaqla inkubasiya şəraitində yüksək akademik göstəricən tələbələrini ayrıca seçmək, bu qrupa daxil etmək və ayrıca müəllimləri seçmək yolunu onlara xüsusi bir təhsil mühiti yaratmaqdır. Sabahın layihəsinin sözsüz bu birbaşa təhsil məqsədidir. Amma paralel olaraq sözsüz layihə çərçivəsindən gətirilmiş yeniliklər, innovasiya yanaşmaları birbaşa ali təhsil məsələlərinin idarə etməsinə birbaşa təsir edir. Tələbələr arasında rəqabətli mühit yaradılır və tək akademik mühitdən yox, yəni ali təhsil məsələlərinin daxilindən yox, həm də kənardan olan müxtəlif mütəxəssislərin, müxtəlif dövlət və yaxud biznes strukturların aparıcı və təcrübəli ekspertlərini, lektorlarını, mütəxəssisləri cəlb etmək də onları məhz Sabahda müəllim qismində prosesə cəlb etməkdir. Sabah tələbələrə təkcə nəzəri biliklərə yiyələnməyə yox, həm də tətbiqi təcrübədən bəhrələnməyə imkan verir. Sabah layihəsi 750 tələbə ilə 7 ali təhsil müəssisəsində fəaliyyətə başlayıb. Hazırda 11 ali təhsil müəssisəsində 2300-dən artıq tələbə ilə prosesi davam etdirir. Yeri gəlmişkən, layihədə tələbələrə müxtəlif elmlər tədris etmək üçün 600-dən artıq mütəxəssis cəlb olunub. Sözsüz artıq bu böyük bir güclü, böyük bir komandadır. Bu il bizim ilk məzun ilimizdir. Biz 750 məzun, təxminən 750 məzun tələbə gözləyirik və bu məzunların növbəti mərhələdə, növbəti karyer mərhələsində nə sualına cavabını məhz indidən axtarırıq. Ona görə ki, tələbənin gələcəyə yetişdirilməsi burada çox vacibdir. Yəni tələbəni tək öyrətdik və diplom verdik və onlar diplom müdafiə edirlər. Bu əsas birbaşa məqsədimiz deyil. Sabah qruplarını bitirən məzunların karyera həyatı da Nazirliyin diqqət mərkəzində olacaq. Belə ki, Nazirlik Sabah Karyera Akademiyasını yaradıb. Məqsəd ondadır ki, 3-cü, 4-cü kurs tələbələri üçün artıq indidən bu imkanları nümayiş etdirmək, hansı imkanlardan söhbət gedir? 4 əsas istiqamətdir. Bir, ən məşğul olan istiqamət işə düzəlmək, yəni ki, necə işə düzəlmək, necə CV yazmaq və s. İkinci, magistraturadır. Tələbələrin çox bir qismi yerli və yaxud beynəlxalq səviyyədə təhsilini davam etdirmək istəyirlər magistraturada. Üçüncü, bu, dəbdə olan və yeni bir trend olan startapların, yəni öz iş yeri, öz gücü ilə yaradan gənc sahibkara dönür və startap yaradır və yaxud startap yaradıb gənc sahibkara dönür. Və dördüncü, bu, elmi tədqiqatlar, yəni ki, tələbələrin bir qismi gənc olmağına baxmayaraq elmi tədqiqatlarla və bu istiqamətdə məhz Elmlər Akademiyası çox böyük bir Sabah layihəsini çox böyük töhfə qoyur. Yəni, hər bir 4 istiqamətə görə bizdə dövlət və biznes tərəfdaşlar mövcuddur. Bu, rəsmi deyilənlər idi. Bir də prosesin özünü görməkdə fayda var. Uşaqlar zərurət halına gətirildi. Müəyyən bir məsafəsə qədər. Sabah tədris qrupları, mən belə düşünürəm ki, Azərbaycan təhsil tarixində çox uğurlu layihələrdən biridir. Mən Sabah tədris qruplarında oxuyan tələbələrin hadisələrə fərqli yanaşma mədəniyyəti, tədris olunan fənlərə çox fəal münasibəti, zəngin baxışlar sistemi, interaktiv təhsilin bütün demək ki, o üstünlüklərindən maksimum faydalanmaq bacarığı bu Sabahda oxuyan tələbələri fərqləndirir, yəni onların fərqli xüsusiyyətləridir. Və belə hesab edir ki, hər bir şəhərdə ideal olaraq bunu ideal şəhər modelidir. Onu qeyd etmək istərdim ki, məsələn, hamımız burada demək olar ki, əlasılığı uğruna mübarizə aparmırıq. Bütün tələbələr əlaçıdır.
artıq əlasılığın kriteriyalarına uyğun müəyyən dərəcələrə bölmüşük. Məsələn, tələbənin orta göstəricisi 91-dən yuxarı olduqda əlaçı sayılırdısa, biz artıq 91 nəzərə almırıq, 100 və 95 arası nəticələrdə rəqabət aparırıq. Bu isə təhsil keyfiyyətinin yüksək olmasına gətirib çıxardır. Biz ilk sabah tələbələriyik və bizim uğurlarımız daha çox olmalıdır ki, bizim arxamızda gələn nəsil bizi görüb həvəslənsin. Sabah qruplarına əslində mən başqa universitetdən, Sumqayıt Dövlət Universitetindən daxil olmuşam. Bunun üçün universitetdə iclas keçirildi, sabahın təqdimatı olundu. Bundan sonra mən qərar verdim ki, sabah qruplarına daxil olmalıyam, çünki bu layihə çox prestijli bir layihə olacaqdır. Bundan sonra mən sabah EDUAS saytında qeydiyyatdan keçdim. Qeydiyyat prosesi bitdikdən sonra mənə imtahana dəvət olundum. Burada imtahan məntiq və ingilis dilindən oldu və mən burada imtahanı verdim. İmtahanda qənaətbəxş nəticə göstərdiyim üçün məni müsahibə mərhələsinə dəvət olundum. Müsahibə mərhələsində Təhsil Nazirliyindən kollektiv mənim müsahibədə müəyyən suallarla həm akademik göstəricilərimi, həm də dünya görüşümü yoxladı. Bundan sonra artıq mən cavab gözləməyə başladım və ilin avqustunda mənə cavab gəldi. Və bu nəticədən sonra artıq Bakı Dövlət Universitetinə daxil oldum və köçürülmə işləri həyata keçirildi və mən Bakı Dövlət Universitetində təhsilə başladım. Sabah qruplarına daxil olmamışdan qabaq biz çox tərəddüd eləmişdik. Çünki bu təzə layihədir və nəyin necə olacağını artıq heç kim bilmirdi. Girməkdə tək məqsədimiz sosial cəhətdən və elm cəhətdən daha da aktiv, daha da yüksək öz bacarıqlarımızı inkişaf elətdirmək idi. Düzdür, birinci kursda 2013-cü ildə daxil olanda əsas məqsədimiz oxumaq, elm qazanmaq olsa da, gördüm ki, sosial cəhətdən çox geri qalırıq və dil biliklərimiz də o qədər də inkişaf eləmir. Bir sözlə, sabah qrupları Azərbaycana ən çox ehtiyac olan, savadlı, bacarıqlı və hazırlıqlı insan kapitalı vəd edir. Uğurlu insanlarla qurulacaq sabahların isə uğuru bol olar.